İngilis dili 5-ci sinif, 5-ci mətn. Read the passage and perform task 1-10. Mətni oxuyuruq və sizin üçün tərcümə edirik. Many families in England live in flats. Çoxlu ailələr İngiltərədə mənzillərdə yaşayırlar. But there are many people that live in houses. Lakin çoxlu ailələr var ki, çoxlu insanlar var ki, onlar evlərdə yaşayırlar. There are usually 2 floors in a house. Adətən evdə 2 mərtəbə olur. On the ground floor there is a sitting room, dining room, kitchen and a hall. Aşağı mərtəbədə qonaq otağı, nahar otağı, mətbəx və zal olur. On the first floor there are bedrooms and bathrooms. Birinci mərtəbədə yataq otaqları və vanna otaqları olur. İngilislər deməli birinci mərtəbəyə ground floor deyirlər, yəni aşağı mərtəbə. İkinci mərtəbə isə first floor deyirlər, yəni bu ikinci mərtəbədə, amma onlar first floor, first birinci deməkdir. First floor deyirlər ikinci mərtəbəyə. The sitting room is usually large and very comfortable. Qonaq otağı çox geniş və çox rahatdır. You can see a sofa, some chairs and armchairs in it. Sən orada divan, bir neçə stol və kreslo görə bilərsən. The English usually have a fireplace in their sitting room. İngilislər adətən özlərinin qonaq otağında sobaları olur. They like to sit by the fire on cold winter evenings. Onlar soyuq qış gecələrində sobanın kənarında oturmağı xoşlayırlar. The English like their homes very much. İngilislər öz evlərini çox xoşlayırlar. Çalışmalardan birinə cavab verəcək. Tick the correct type. Düzgün başlığı seçin. Mətnə cold evenings, English houses, sitting rooms, a fireplace. Cavabı kommentdə, şərhdə yaza bilərsiniz. Kanala abunə olmağı və bəyənməyi unutmayın.